meyxanaçı deyəndə ağla narkoman gəlir. Hamının səhv bildiyi həqiqətlər var. Elza Seyidcan demişdi ki, meyxanaçılara şeyxanaçılar demişdi. Yəqin onun keyxanası deyə tanıdığı insan var, sırf ona əsinlənib deyib, mənə elə söz deyə bilməz. Elza xanım sevmir, ucuz musiqiləri sevmir. Ucuz musiqiləri sevmir, biz də məsələn ucuz sözləri sevmirik. Bizə, mənim şəxsimdə bir 10 nəfər, 20 nəfər, 30 nəfər meyxanaçıya siz şeir bilmirsiniz nədir, siz söz bilmirsiniz nədir deyən adamı onun yan-yana düzüb söz öyrədərik. Sadəcə sənə bir 3-5 nəfər əl çalıb, 3-5 nəfər sənə like edib və sən elə bilirsən ki, çox böyük bir ədəbiyyat dühasısan. Deyir, mənim olmadığım yerdə mənə döyə də bilərsən. Bizim olmadığımız yerdə biraz danışıq ritorikalarına fikir versinlər. Çünki biz başlasaq, çox adam üçün yaxşı olmaz.